Yezid cəmaatın başını həccə qatıb İmam Hüseynin başını kəsmədi. Yezid cəmaatın başını həccə qatıb İmam Hüseynin başını kəsdi. Yezid cəmaatın başını namaza qatıb İmam Hüseynin başını kəsdi. Yezid yaxşılıqlara dəvət edirdi, özü pis olsa da, şərr olsa da. Amma hansı yaxşılıqlara? O yaxşılıq ki, lazım olandan qafil elir adamı. Başını qatır, lazım olana fikir vermirsən. Deyəcəksən, yaxşı iş görürəm də mən. Bax, o şeytanların əlində ən böyük silahdır. Həcc mövsümüdür. Həccin biraz da barıtını çox eləyin. Həcdən hədisləri deyin filan geçsin. Mən də gedim rahat Hüseynin başını kəsim. Bu da desin mən həccdəyim, həcc eləyirəm. Çünki bu iş yaxşıdır şəkili, zahiri. Amma təqva deyil bu. Niyə? Çünki Allaha bağlı deyil. Təqva olsa bilsən nədir? Sən nə istəyirsən ay Allah? Deyirsənsə həcci yarımçıq qoyun baş üstə. Hansı niyyətlə ehramı giymişdim? Sən demişdin ehramı giyin. İndi sən deyirsən çıxart, mən çıxardıram. Mən təqva dalıncanam, sənin fərmanını dalayacağam. Kərbəlanın ən böyük faciələrindən biri budur ki, Aşura günü 2 namaz qılındı. Ömər Səd cəmaat namazı təşkil elədi Kərbəlada. Və cəmaat səmimi namaz qılırdı onlar. Namazlarını namaz hesab edirdilər. Bunlar reallıqdır, tarixdir. İmam Hüseynin kəsilmiş başını nizədə aparır, azan olur. Deyir ki, sən Allah tez saxla, sən dedim tez fəzilət vaxtında qılın namazımı, bu başı sən saxla. Namazım keçməsin. Budur, tarixdir bu. Namazla başını qat, yaxşılıqla. Təqvanı al əlindən. Allah ona görə deyir ki, bu yaxşılıq pislikdən də pisdir. Pis iş görən yenə vicdanı sızlayar. Bu namaz qılır, niyə vicdanı sızlasın ki? Bu həccə gedib, niyə vicdanı sızlasın ki? Təqva deyir ki, o istəyən yaxşılığa sahib ol. Ona bağlan, o tənzimləsin səni. Sən bir yaxşı işlə məşğulsan, birdən ondan əmr gəlsin ki, bu yaxşı işi qoy qırağa bunu da alacaq. Deyirəm, baş üstə, da dayanma, yox, filan fəlsəfə açma. Bu artıq təqvasızlıqdır. İmam Hüseyin bu yolda başını verdi. Nə idi? Dedi, İnnəlləhə şaən yarakə qətilən. Allah səni şəhid görmək istəyir. Allah səni Kərbəlada görmək istəyir. Alternativ nədir? Həcc. Həcc yaxşı işdir, bəli. Yox, Allah məni harada görmək istəyir. Və 100 cür məntiqi dəlil gətirdilər ki, yaxşı gedirsənsə qadınları aparma. Dedi, İnnəlləhə şaən yarahunnə səbayən. Allah onları da əsir görmək istəyir. Dəlil istəyirsən 100 dənə də dəlili var. Nə üçün məni şəhid görmək istəyir? Amma nə görmək istəyir? Allah bir yaxşılığa parmağını qoyur, deyir, bunu eləyəcəksən. Sən deyirsən ki, mən bunu eləyim, bunu deyir, yox, bunu. Allah əl çəkmir. Təqvanı çıxsın, qalırsan yaxşılıqlar arasında sərgərdan. Deyirsən ki, nəfsdə belə də xiləgərdir, seç bunlardan hansından xoşun gəlir, götür, elə. Allah deyir, bax, bu sənin bədbəxtliyin başlanğıcıdır. Səni bütün yaxşılıqların cəhənnəmə aparacaq. Sən yaxşılıqlarından istismar eləmək fürsət verirsən pislərə. Pislər görəndə sənin yaxşılıqların elə bil Allaha bağlandısa sığortalanır. Allahdan qopdusa qalır çöldə, gəlir onu oğurlayırlar. O birinə gəltirən ki, sən gördüyün iş yaxşıdır, əhəmiyyətsizdir amma. Sən bunu eləməlisən, düşmən olur səninlə. Ona görə İmam Hüseyni öldürürlər. İnsanların övliyalarla davasının səbəblərindən biri budur. Hamısı günaha görə eləmir. Övliyalar bəyəm günah eləyənin başını kəsir. Yox, dindar camiyə çıxır imamlara qarşı. Dindar camiyənin bir əsas dərdi var ki, deyim, mən özümə təyin eləyəcəm, nə eləməliyəm, nə yox. İmam Hüseyinlə dava buydu ki, İmam Hüseyin deyirdi ki, nə etmək lazım, ümumiyyətlə məsumlarla dava bunun üzərindədir. İmam Hüseyin də qoşulsaydı onlara, namaz qılsaydı, ibadət eləsəydi, həccə getsəydi, nə işləri vardı? İmam Hüseyin təqvaya dəvət edirdi. Təqvanın yaxşılıqdan fərqi budur ki, təqva yaxşılığı aparır, Allaha bağlayır, deyir ki, o nə desə, indiki şəraitdə Allah məndən nə istəyir? Allah da gözünə döndüyüm, qurban olduğum, bir də görsən ki, bir dənə yaxşı işə təzə qızışmısan, könül qızdırmısan, bir gün şəraiti dəyişdi, dedi ki, eləmə bunu, saxla. İnsan dirəşir Allahla, şeytan kimi. Ona görə deyir, hər gün, hər cümə təqvaya dəvət elə. Deməyin, ay cəmaat, yaxşı olun, oğurluq eləməyin, ədalətli olun, deyir ki, təqvaya dəvət elə. Allaha bağlı onları, Allah istəyən eləsinlər, könlü xoşlayan eləməsinlər. Bunu yorulmadan deyirəm. Allah bizi yaxşılıqlara yox, təqvaya dəvət edir. Yaxşılığa dəvət edirsə də hardasa, təqvaya müqəddimədir. Baxın, Quran ayəsində, İ'adilu, ədalətli olun, və əqrabulit təqva. Çünki o təqvaya yaxındır. Ədalət şuarını ayır, adam var ki, ədalət sevərdir. Deyim, ədalət sevərliyimlə işin olmasın. Mən ədalət aşıqıyam da. Yeri gəldi, gəlmədi, ədalət şuar eləyir. Belə nadan adamlar indi tanıyıram. Ədalət, 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 ədalət vilayətə qarşı çıxır.